Özünüzü bütün pis hiss etdiyiniz anlarda psixoloqa müraciət etməli deyilsiniz. Bəzən yaşadığınız şey tamamilə normal və insani bir hissdir. Necə ayıra bilərik? Hansı hisslər zamanı psixoloqa müraciət etmək lazımdır, hansı hissləri isə biz həqiqətən də yaşamalıyıq? Baxın, sağlam hisslər neqativ olsalar da fayda verən hisslərdir. Məsələn, peşmançılıq kimi. Peşmançılıq neqativ bir hissdir, amma fayda verən bir hissdir. Niyə görə? Çünki siz peşman olan zaman dərs çıxarırsınız, nəsə öyrənmiş olursunuz, dolayısıyla inkişaf eləmiş olursunuz. Ya da kədər, birini itirmisiniz, kədərlənirsiniz. Bu sizin o yas müddətini rahatca geridə qoymanıza kömək edəcək bir hissdir. Həyəcan, həyəcanlanmaq sizi daha məsuliyyətli eləyər. Bunlar neqativ olsalar da sizə fayda verən hisslərdir. Bunlar üçün psixoloqa müraciət etmək də lazım deyil, narahat olmaq da lazım deyil, bunları hansısa pis bir yerə yozmaq da lazım deyil. Bunlar tamamilə normal insani hisslərdir və siz bunları yaşamalısınız. Amma hansı halda psixoloqa müraciət etmək mütləq lazımdır. Əgər kədər yox, depressiya yaşayırsınızsa, yəni artıq bir neçə aydır ki, o ruh halında qalmısınız və artıq get-gedə enerjiniz sönür, heç nə eləmək istəmirsinizsə, artıq psixoloqa müraciət etmək vaxtıdır. Əgər yaşadığınız şey həyəcan yox, təşvişdirsə, yəni performansınızı azaldan, diqqətinizi azaldan və sizə zərər verən bir hala gəlibsə, sizi məsuliyyətli eləmək əvəzinə əksinə geri dartırsa, o zaman psixoloqa müraciət eləmək lazımdır. Yaxud da peşmançılıq yox, özünü günahlandırma yaşayırsınız və özünüzə qarşı get-gedə dəyərsiz münasibət göstərirsinizsə, yenə psixoloqa müraciət eləmək lazımdır. Çünki bunlar sağlam olmayan hisslərdir. Sağlam hisslərinizlə sağlam olmayan hisslərinizi belə ayırın. Biri sizə fayda verir, o biri ziyan.